gün ərzində 600 minə yaxın insan ətraf ərazilərdən Bakıya daxil olur. Sizcə bəs komfort necə, təmin edilibmi? Məncə sürətdə utduq, amma komfortda hələ ki tam olaraq məmnunluq təmin olunmayıb. Bugün, bu dəqiqə onlar öz potensialından daha aşağıdır. Tıxacların aradan qaldırılması üçün hansı işləri görürsünüz? Şəhər üzrə sürəti ölçməliyik. Biz qısa məsafəni əgər hərəkət növləri üzrə şərait yaratmırıqsa, piyada, mikromobillik, insanlar həmin məsafəni avtomobillə səfər edəcək. İrad haqlıdır. Asan TV ən çox müzakirə olunan mövzulara toxunur. Bu dəfə yollardan danışırıq. Avtobus zolaqları, velosiped yolları, tıxaclar, bir sözlə nəqliyyatdakı yeniliklər. Qonaqlarımız isə Aynanın Kommunikasiya Departamentinin rəhbəri Vəli Məmmədov və Nəqliyyat Məsələləri üzrə ekspert Rauf Ağamirzəyevdir. Hər ikinizi salamlayırıq, xoş gəlmisiniz və Vəli müəllim, ilk olaraq sizlə başlamaq istəyirik. Belə bir sualımız var, Bakı şəhərinin nəqliyyat sisteminin növbəti illər üçün inkişaf strategiyası nədən ibarətdir? Çox sağ olun. Ümumiyyətlə, nəqliyyat strategiyası dövlət proqramında qeyd olunub. 2025-30-cu illəri əhatə edən dövlət proqramıdır. Bakı şəhəri və ətraf əraziləri əhatə eləyir. Proqramın əlbəttə ki, əsas məqsədləri var. Təhlükəsizlik, çeviklik, dayanıqlıq və bir neçə bəndi də sadalamaq istəyərdim. İctimai nəqliyyatın inkişafı və optimallaşdırılması, burada nəzərdə tutulur əlbəttə ki, avtobus parkının yenilənməsi. Bu istiqamətdə artıq brutto müqavilə mexanizmi növbəti ildən qüvvəyə minəcək. Bu haqda ətraflı istəsəz növbəti suallarınıza cavab verərəm. Yol infrastrukturu və hərəkətin təşkili. Burada əsas məsələ ondan ibarətdir ki, analitika əsaslı qərarlar verilməlidir. Burada da bizə rəqəmsal əkiz dəstəyi olur. Əlbəttə ki, yol nişanları və digər hansısa bir elementlər var. Yol infrastrukturu biz onu adlandırırıq, xətlənmələr və s. Onlar da nəzərdən keçirilib yenilənməlidir və standartlara cavab verməlidir. Dayanıqlı ekoloji nəqliyyat modeli yaradılmalıdır. Burada tək söhbət avtobuslardan getmir. Burada həm də mikromobillik vasitələri, bildiyimiz skuter, velosipedlərin təşviqi, istifadəsi gedir. Nəyə görə? Çünki bu da bir nəqliyyat növüdür və sadəcə olaraq əyləcən üçün deyil, bir nöqtədən digər nöqtəyə çatmaq üçün bir nəqliyyat növüdür. Rəqəmsallaşdırma prioritetdir. Nəyə görə? Çünki rəqəmsallaşdırma həm belə deyək, nəqliyyatçılara imkan verir ki, düzgün modelləşdirmə, analitika aparsınlar. Eyni zamanda prosesləri sürətləndirir və əlbəttə ki, vətəndaşlar üçün bu çox faydalıdır. Eyni zamanda da artıq biz ayna MAS proqramını istifadəyə verdik. Bu da bir rəqəmsallaşmanın elementidir. Ümumi olaraq strategiya budur, amma yenə də bir məsələyə diqqət yetirim ki, burada təhlükəsizlik, səmərəlilik və insanyönüllülük çox önəmlidir və düşünürəm ki, statistika ilə bölüşsəm maraqlı olar. Gün ərzində 600 minə yaxın insan ətraf ərazilərdən Bakıya daxil olur. Ətraf ərazilər dedikdə Lökbatan, Xırdalan, Sumqayıt, Xəzər rayonu və bu həqiqətən də böyük sayda 600 min daxil olur. Axşam da 600 min Bakını tərk eləyir və 300 min avtomobil, nəqliyyat vasitəsi Bakıya daxil olur. Brutto müqavilə, bir də rəqəmsal əkizlə bağlı bir qədər sonra əslində suallarımız olacaq. Amma indi Rauf müəllimlə davam etmək istəyirik. Rauf müəllim, vətəndaşların dili ilə desək, Bakının əzəli və əbədi problemi var, tıxac və beynəlxalq müstəvidə artıq bir sıra modellər var ki, sınaqdan çıxarılıb. Məsələn, park and ride kimi, yəni avtomobili kənarda saxla, şəhərə, ictimai nəqliyyatla daxil ol. Necə düşünürsünüz, Bakı üçün daha əlverişli hansı hesab oluna bilər bu modellərdən? Ümumi olaraq böyük şəhərlərdə tıxac gözlənilən haldır və Park and Ride artıq bizdə Koroğlu metro stansiyası yanında tətbiq olunur və daha effektiv işləməsi üçün əslində bu günə kimi görülmüş işlərin tamamlanmasına gərək var. Yəni Bakının yarımdairəvi yolu tamamlanmalıdır və şəhərin giriş nöqtələrində bu növ park et, səfərli ictimai nəqliyyatla davam et kimi həllər daha geniş yayılmalıdır.
Mobillik dedikdə, yəni insanların hərəkət etməsi üçün fərqli növlər üzrə biz imkanlar yaratmalıyıq. Vəli bəy indi aynaya aid olan hissələri daha çox dedi, amma bundan başqa relsli nəqliyyat da vacibdir. Düşünürəm ki, şəhərin əsas yükün məhz relsli növlər daşımalıdır. Yerin altında metro, yerin üstündə yerüstü metro deyə bilərik. Şəhər ətrafı elektrik qatarı şəbəkəsi. Burada da dövlət proqramında qeyd olunub. Bugünkü vəziyyət, yəni 5 il sonra tamam fərqli bir axınların bölünməsi ilə nəticələnəcək. İndi əgər ən çox yüklənmiş növ avtobusdursa, yaxın 5 il ərzində görüləcək o dövlət proqramında qeyd olunan layihələr çərçivəsində axınlar parçalanacaq və daha çox yük keçəcək relsli növlərə, metroya və dəmir yoluna və bu da avtobusun da daha effektiv, daha sürətli hərəkətinə bir zəmin yaradacaq. Düşünürəm təkmilləşdirmə yönündə işlər görülməlidir. Yəni əgər avtobus zolağı yaradılıbsa, bunu NİM-lə müştərək olaraq Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə avtobusun daha az svetoforda dayanmasını təmin edən yaşıl dalğanın tətbiqidir. Sonradan icra hakimiyyətinə aid olan bir məsələ var ki, biz bütün növlərdən sonra düşəndən sonra piyadayıq. Bu piyada səkiləri dövlət proqramında qeyd olunub, onların abadlaşdırılması lazımdır ki, insanlar dayanacaqdan, getdiyi məkanlardan həmən dayanacağa qədər rəvan hərəkət edə bilsinlər. Çünki bu bir hərəkət iştirakçısıdır. Yəni, indi görülən işləri yüngül islahat kimi baxaq, qısa zamanda daha tez nəticə verən, daha sərt islahat isə biraz azıq vaxt tələb olunur. 3-5 il ərzində bunu da növbəti illərdə biz görəcəyik. Yer gəlmişkən hazırda metronun və dəmir yolunun fəaliyyəti effektiv hesab edirsiniz? Bugün, bu dəqiqə onlar öz potensialından daha aşağıdır. Yəni onların qarşıda daha böyük şəhərdir və bu böyük şəhəri əhatə edən stansiyaların sayı azdır. Düşünürəm ki, bu növbəti illərdə bu stansiyaların sayı artırılacaq və bu davamlı proses olmalıdır. Yəni Bakı kimi şəhərin relsli növləri daha çox yükü götürmək üçün orada daha çox investisiya yatırılmalıdır. Bəs qurum olaraq siz necə tıxacların aradan qaldırılması üçün hansı işləri görürsünüz? Ümumiyyətlə, tıxacın aradan qaldırılması asan bir proses deyil. Asan olsaydı bir çox dövlətlər artıq bunu tətbiq eləmişdi. Burada bir neçə mexanizm var ki, işləməlidir. Aynadan asılı olan bəzi məqamlar varsa, daim analiz aparılır və həyata keçirilir. Son həftələrdə elan elədiyimiz bir neçə layihə var ki, Yahya Hüseynov küçəsi, İnqilab İsmayılov küçəsi, Koroğlu Rəhimov artıq reallaşan layihəmizdir. Və bir sıra belə layihələr var ki, və artıq hazırda işlənilən layihələr də var ki, artıq yəqin ki, növbəti il işıq üzü görəcək. Onlar məhz ona yönəlib ki, ümumi olaraq, yəni biz tıxaca sadəcə olaraq bir yerdə tıxac var deyə baxa bilmərik. Biz ümumi şəhər üzrə sürəti ölçməliyik və sürət ölçüldükdə artıq bilirik ki, biz bu məsələdə irəliləyirik, yoxsa yox. Misal üçün, hansı bir yolda siz tıxacı həll edə bilərsiniz, amma həmin axın gedib digər bir dar boğazda ilişir və orada sıxlıq yaranır. Ona görə bu məsələ kompleks həll olunmalıdır və bir çoxları düşünür ki, yolların sayının artırılması ilə və yaxud da ki, hansı qovşaqların, körpülərin sayının artırılması ilə ümumiyyətlə bu problem həll oluna bilər. Təəssüf ki, elə deyil. Bir çox şəhərlər bu belə deyək, təcrübəni yaşayıblar. Rauf müəllim bu haqda daha ətraflı danışa bilər. Bizdə problem o deyil ki, avtomobillər çoxdur. Əlbəttə ki, avtomobillərin sayı ildən ilə artır, gündən günə hətta deyərdim artır. Tıxacdan da əziyyət çəkən Bakı şəhəridir deyə Bakı şəhərindən danışırıq. İnsanların rifahı yaxşılaşır, avtomobil əldə edirlər. Əlbəttə ki, bu normaldır. Amma ümumi olaraq xarici təcrübədə biz görürük ki, avtomobilləşmə bizimkindən hətta üstün səviyyədə olduqda bəzən tıxac az olur. Nəyə görə? Çünki onlar avtomobilləri gündəlik istifadə eləmirlər. Onlar avtomobilləri həftə sonları lazım olduqda istifadə edirlər. Bizdə demək olar ki, o istifadə faizi çox yüksəkdir. Ən yaxşı əlbəttə ki, hərəkət üsulu
həm şəhər üçün, şəhər rahat nəfəs alsın, həm sərnişinlər üçün hibrid üsuldur. Yəni bir yerə kimi, hətta avtomobilin varsa bir yerə kimi siz vurğuladığınız məsələn park and go məsələsi. Avtomobildən gəlirsən, oradan digər nəqliyyat növündən minirsən, məsəl üçün Koroğlu stansiyasından metroya və yaxud da ki avtobusa gəlirsən hansısa bir belə deyək, nəqliyyat mübadilə mərkəzindən yoxsa hansısa bir dayanacağa, oradan da mikromobillik vasitəsini götürüb son belə deyək 2-3 kilometri o nəqliyyat vasitəsi ilə hərəkət edirsən. İctimai nəqliyyat yaxşılaşmalıdır ki, cəlbedicilik artsın. Biz onu eləyirik və artıq Bakı şəhərində 2300-ə yaxın, daha doğru desək 2300-dən artıq çox gündəlik avtobuslar fəaliyyət göstərir. Bu 100 avtobus keçən ilə baxanda artıqdır. Ümumiyyətlə ayna yaradılanda bu say 1700 idi. Burada tək düşünmək lazım deyil ki, əlavə 100 avtobus alınıb. Həm də köhnə avtobuslar yenilənib. Yəni ki, bu proses çox sürətlə gedir. 220 avtobus bu il yalnız Bakı şəhərində yenilənib və əlavə olunub, yeni avtobus gətirilib. Ümumiyyətlə ilin sonuna kimi 400 avtobus ümumilikdə yenilənməsi planlaşdırılır və ölkə üzrə 600-dən çoxdur bu say. Və qeyd edək ki, bunların çoxsu əlbəttə ki, ekoloji təmiz saydığımız CNG və elektriklə çalışan avtobuslardır. Piyada hərəkəti də rahat olmalıdır əlbəttə ki. Yəni uzun məsafələri qət eləmək üçün əgər hansı psixoloji bir bariyerlər varsa, o psixoloji bariyer deyil, o əlbəttə ki, infrastruktur bariyerləridir. Artıq problem yaşanır. Piyadalar o məsafəni də hansı bir nəqliyyat növü ilə qət eləmək istəyir. Bununla da bağlı Rauf müəllim dediyi kimi dövlət proqramında piyadalaşma layihələri nəzərdə tutulub. Burada artıq biz Xəqani bağının ətrafında keçən piyadalaşmış zonanı yaratmışıq və 28 hub özlüyündə bir çox yəni uğurlu hesab olunan amilləri birləşdirir. Burada həm mikromobillik zolaqları var, həm hub kimi fəaliyyət göstərir. Avtobuslar üçün rahat hərəkət imkanı var və bir neçə yerə çıxmaq imkanı var. Eyni zamanda metro və dəmir yolu da orada yerləşir və piyadalar ümumiyyətlə təsəvvür edin ki, təkcə 28 hubdan 180 mindən çox insan keçir gün ərzində. Əlbəttə ki, biz üstünlüyü daha böyük kütləyə veririk. Və eyni proses Əziz Əliyev küçəsində, Qoşaqaladan aşağı gələn küçədə orada həyata keçirmişik və deməli həftə sonları biz Xəqani bağına gedən küçələrdə Tərlan Əliyarbəyev və Zərifə Əliyeva küçələrində də piyadalaşmış zona yaradırıq. Bu proses davam etməlidir və indi İslam Səfərli küçəsində yenidən qurma, tikinti işləri gedir ki, orada piyadalaşsın. Məntiq ondan ibarətdir ki, qış parkı ilə Fəvvarilər meydanını birləşdirək və eyni zamanda da avtomobillə gələn şəxslər orada parkinqdə rahat saxlayıb artıq şəhər mərkəzinə gəzinti üçün gələ biləcəklər. Əslində avtobus zolaqlarının istifadəyə verilməsi sürətli çatmanı təmin edib. Amma Rauf müəllim, ilk olaraq sizdən soruşmaq istəyərdim. Sizcə bəs komfort necə, təmin edilibmi? Məncə sürətli utduq, amma komfortda hələ ki tam olaraq məmnunluq təmin olunmayıb. Çünki sürət artandan sonra bura meyl də çoxalıb. Yəni daha çoxluq, daha sürətli olan avtobusla getməyə meyl edir və bu da yenidən komfort məsələsini gündəmə gətirir. Və düşünürəm ki, bu mərhələli baş verəcək. Mərhələli digər növlər inkişaf etdikcə bu sıxlıq da parçalanacaq. Mən Vəli bəy maraqlı bir məqamlara toxundu. Düşünürəm ki, bu mərhələ ilə baş verəcəksə, burada müəyyən şeylər var ki, müəyyən elementlər ki, onlara indi bu dəqiqə diqqət ayırmalıyıq. Əgər biz şəhərin mərkəzin 30 kilometrlik zona elan etmişiksə, əgər piyadalaşmış küçələr tikiriksə və dəvət ediriksə şəhər sakinləri avtomobillə yox, avtomobilini park edib bu digər növlərlə hərəkət etsinlər. Bu digər növlərə keçid nə haldadır? Bizim qış parkından üzü həmən 30 kilometrlik zonaya eyni səviyyədə keçidimiz yoxdur. Bu keçidləri biz təmin etməliyik ki, insanlar o hibrid deyirik və yaxud multimodal daşınma deyə bilərik. Amma
bir növdən digər növə rahat keçid təmin olunmalıdır. Yəni park etdi, park edəndən sonra eyni səviyyədə rahat şəhərin mərkəzinə doğru getməlidir və həmən qış parkından üzü şəhərin mərkəzinə doğru səkilərin vəziyyəti təxirə salınmadan təftiş edilib və önündəki bariyerlər aradan qaldırılmalıdır. Çünki bu insanların birbaşa prioritetinə təsir edir. Əgər insan hərəkət məhdudluğu varsa, sağlam deyilsə və yaxud uşaqlıdır, uşaq arabası ilə hərəkət edirsə, şəhərdə infrastruktur məhdudiyyətləri olduğu halda o birbaşa prioriteti yenə də avtomobilə verəcək və bu avtomobillə gələndə yenə də həmən küçələrin sıxlığında və tıxacında özü bir iştirakçı olacaq. Sizin sualınıza cavab hələ ki komfortda düşünürəm ki, görüləsi işlərimiz çoxdur. Və necə düşünürsünüz, komfortu təmin etmək üçün nə etmək lazımdır? Düşünürəm ki, öncəki illərə baxsaq, komfort kifayət qədər təmin olunub. Bu tək ictimai nəqliyyatda deyil, həm taksilərdə də, taksilər yenilənib keçən ilki islahatdan sonra. Burada əsas məsələ ondan ibarətdir ki, avtobusların sayı çoxalmalıdır ki, insanlar sıxlıqda getməli olmasınlar. Hazırda sayı 2300-dür, dediyim kimi. Amma bizim məqsədimiz odur ki, 2800-ə çatdıraq. 2800-ə çatdırdıqda artıq və eyni zamanda da müasir avtobuslar olduqda, iri tutumlu avtobuslar olduqda daha çox komfortu təmin edə biləcəyik. Burada da digər məsələ ortaya çıxır ki, bir çox daşıyıcılar məhz özəl daşıyıcılardır. Özəl daşıyıcılardakı bu sistemdə mənfəət əldə etməlidirlər ki, yeni avtobusları əldə etsinlər. Brutto müqavilədə işə düşəndən sonra məhz bu prosesi stimullaşdıracaq. İnanırıq ki, bu proses sürətlə getdikdə artıq komfortun əhəmiyyətli dərəcədə artacağını müşahidə edəcəyik. Qısaca deyim, avtobus zolaqları, biz onları xüsusi zolaq adlandırırıq. Avtobus zolaqları 114 kilometrdə hazırda Bakı şəhərində. Ümumiyyətlə bizim planımız 160 kilometrə çatdırmaqdır bu zolaqların uzunluğunu. Ümumiyyətlə gün ərzində 1,5 milyon hardasa insan məhz avtobuslarla daşınır və bu keçən illə müqayisədə hardasa 4% artım deməkdir. Yer gəlmişkən brutto müqavilənin real nəticəsi nədən ibarətdir? Mexanizmin kökündə duran məsələ odur ki, kilometraja görə ödənişlər olunacaq. Yəni, əvvəllər əgər daşıyıcı yalnız sərnişindən aldığı gediş haqqına görə öz mənfəətini formalaşdırırsa, bəzən ziyana da düşürdüsə, artıq bu fondun vəsaiti hesabına pik saatları olmayan vaxtlarda, misal üçün gec saatları kimi əlbəttə ki, görə bilərsiniz ki, daşıyıcılar marağında deyil fəaliyyət göstərsin. Artıq maraq yaranacaq ki, hətta 1-2 sərnişinə görə gec saatlara kimi, 12 kimi falan çalışsın, eyni zamanda uzaq məsafələrə belə deyək, səfər etsin və ümumi olaraq əlbəttə ki, bu müsbət təsir eləyəcək. Eyni zamanda maraqlı olacaqlar ki, daha çox avtobus öz parklarına cəlb eləsinlər və daha çox mənfəət əldə etsinlər. Eyni zamanda sərnişinə düşən yük də azalır. Rahim, növbəti sualım sizə olacaq. Bəzi sərnişinlər hesab edir ki, Bakı şəhəri velosiped yolları üçün uyğun deyil. Yəni, zəruri hesab etmirlər. Siz necə düşünürsünüz? Mən düşünürəm ki, ümumiyyətlə hər bir şəhərdə mikromobillik elementi olmalıdır. Sonuncu mil məsafəsini qət etmək üçün bu qısa məsafəli bir həldir, hərəkət vasitəsidir. Yəni biz qısa məsafəni əgər hərəkət növləri üzrə şərait yaratmırıqsa, piyada, mikromobillik, insanlar həmən məsafəni avtomobillə səfər edəcək və yekun nəticədə bu sıxlığa alternativ formalaşmayacaq. Və gün ərzində artıq 500 minə qədər əgər istifadəçi varsa, ümumi toplam, deməli bu vasitələrə ehtiyac var. Bəli, digər bir məqam isə sürücülər və yaxud da vətəndaşlar iddia edir ki, daha doğrusu real vəziyyət ondan ibarətdir, tam və əhatəli deyil velosiped yolları. Növbəti illər üçün bununla bağlı hədəflər nələrdir? Həqiqətən bu irad haqlıdır. Biz də bunun üzərində çalışırıq ki, əlaqəliyi təmin edək və hazırda 45 kilometrdən çox velosiped yolları çəkilib. Hədəfimiz 100 kilometrə kimi çatdırmaqdır.
Amma biz mövcud şəraitdə bu pop-up tipli mikromobil zolaqları salırıq və mövcud şərait hazırki belə deyək, şəhərin yollarına uyğun, bəzi yerlərdə bunu etmək mümkün deyil. Mümkün olan yerlərdə biz bunu eləyirik və düşünürəm ki, növbəti ildə daha da bu belə deyək, şəbəkənin əlaqələndirilməsini, daha yaxşı bir-birindən uzlaşmasını təmin edəcək. Amma istənilən halda mikromobil istifadəçiləri bu zolaqlar salınmamışdan da Bakı şəhərində hərəkət eləyirdi. Burada təhlükəsizlik məsələsi ortaya çıxırdı. Bir çox hallarda hansısa bir xoşagəlməz hallar baş verdi, xəsarət alırdılarsa, mikromobil zolaqları bir növ onları qoruyur. Bizim də marağımızdadır ki, bu şəbəkəni genişləndirək, şahələndirək. Digər bir məqam isə 90 dəqiqəlik pulsuz tranzit sisteminə keçidlə bağlıdır. Nə vaxtdan bu sistemə keçid reallaşacaq? Bu da bruto müqavilə mexanizmi ilə bağlıdır. Burada konkret bir 90 dəqiqə yanaşması yoxdur. Ümumiyyətlə, əgər insan A nöqtəsindən B nöqtəsinə çatmaq istəyirsə və bunun üçün 2 və yaxud da ki 3 marşrut dəyişirsə, o düşünürük ki, ödənişi bir dəfə etməlidir. Amma bunun üçün də bütün nəqliyyat növləri, yəni ki, avtobuslar nağdsız ödənişə keçməlidir. Nağdsız sistem avtobuslarda təmin olunduqda bunu həyata keçirmək mümkün olacaq. İndi bu 90 dəqiqə olacaq, 60 dəqiqə olacaq, nə qədər olacaq öncədən demək mümkün deyil. Növbəti ildən, yəni daha operativ şəkildə nağdsız ödənişə keçidi necə təmin etmək olar? Hansı müddətə təmin etmək olar? Yenə də həmin bruto müqavilənin içində bütün bu mexanizmlər nəzərdə tutulub ki, təşviq edici mexanizmlər. Yəni ki, o fonddan vəsaiti ala biləcək yalnız o daşıyıcılar ki, onların avtobusları, yəni ki, həmin marşrut üzrə avtobusları hamısı yenilənib ekoloji standartlara cavab verir və nağdsız ödəniş terminalları ilə, yəni validatorlarla təmin olunur. 15% hardasa qalıb parkın həmin o 100%-ə çatmaq üçün, yəni elə də çox deyil. Rauf, bəs bu tətbiqin, daha doğrusu bu modelin tətbiq olunması bizə nə qazandıracaq? Ümumi olaraq ictimai nəqliyyat üstünlüyü təmin olunmalıdır. Bunu artıq müşahidə edirik. İkinci, gələn ilin yanvarından demək, maliyyə dayanıqlığı təmin ediləcək və üçüncü məqam o sərfəli olmalıdır. Yəni uzaq məntəqədən əgər vətəndaş bir neçə nəqliyyat vasitəsi dəyişirsə, indiki halda bir neçə dəfə ödəniş edir. Amma bu növ həllər onların xərclərini optimallaşdıracaq. Bakının rəqəmsal əksindən ilk başlayanda qeyd etdiniz, danışdınız. Bu əksin istifadəyə verilməsi nəyi dəyişib və məlumatlar hansı datadan formalaşır? Məlumatlar bir çox mənbələrdən formalaşır. Həm ictimai nəqliyyatdan yığılan datalardan, həm çəkilişlərdən, şəhər çəkilişlərindən və müşahidə kameralarının çəkilişindən, mobil operatorlardan yığılan datalardan formalaşır ki, ümumiyyətlə harda insan sayı çoxdur, harda avtomobil sayı çoxdur. Ümumiyyətlə Bakının belə deyək də tikililəri ilə birlikdə, yəni ki, bütün infrastrukturu və insanları, avtomobilləri günün hansı saatlarında harda çoxluq, sıxlıq təşkil eləyir. Yəni bunlar hamısı orada öz əksini tapıb. Düşünürəm ki, rəqəmsal əkizin istifadəsi ilə artıq bizim layihələrimiz daha səmərəli olur və Koroğlu Rəhimov istiqamətində olan layihə də buna nümunədir. Artıq hətta pik saatda 3 dəqiqəyə Heydər Əliyev mərkəzindən Həsən Əliyev küçəsinə çatmaq olur. Sonuncu sualı ünvanlamaq istəyirdim. Rauf müəllim, vətəndaşların daha çox parklanma ilə bağlı şikayəti var. Parklanma yerləri bəzən var, amma park edə bilmirlər çünki radara düşürlər. Ümumiyyətlə, mövcud vəziyyəti necə dəyərləndirirsiniz? Ümumi olaraq dayanıqlı şəhərin mobillik prinsipləri var. Onların ən birincisi çəkindirən alətdir. Çəkindirən alət məhz parklanmadır, zona saatlıq parking sistemidir və hər zonaya ayrı bir qiymət müəyyən olunub. Və bu şəhərdə ən bahalı resurs torpaq, torpağın səmərəli istifadəsi yönündə verilmiş qərardır. Düşünürəm ki, bu mərhələ ilə öz həllini tapacaq və ehtiyaca uyğun olaraq elə verilişin önündə
necə biz qeyd etdiksə Park and Drive tətbiqin bu növ tətbiqlər olunduqca parklanma məsələsi də, yəni insanların şəhərin daxilindən daha çox şəhərin girişində parklanması ilə nəticələnəcək. Və Məmməd, siz necə düşünürsünüz? Parklanma ilə bağlı həqiqətən problemlər varmı? Rauf müəllimin dediyinə əlavə olaraq bildirim ki, yəni ümumiyyətlə parklanma sahəsinin istifadəsi bu sistemin tətbiqindən sonra daha səmərəli olub. Əgər əvvəllər məsəl üçün 1 manat, 2 manat sürücü ödəyib bütün günü avtomobili həmin yerdə saxlayırdısa, artıq bu sistem tətbiq olunandan bir yer daha səmərəli istifadə olunur. Bəzən 10, 15 ya da 20 maşın gün ərzində eyni yerdə saxlaya bilir. Sadəcə olaraq yenə də gəlirik eyni məsələyə ki, avtomobil sayı çoxalıb və parklamanın təşkili çox önəmlidir. Yol hərəkətinin ümumiyyətlə təşkilində bu proses önəmlidir. Nəyə görə? Çünki nizamlı parklanma olduqda artıq digər nəqliyyat vasitəsinə maneə yaratmırdı. Əvvəllər 2 zolaq, bəzən 3 zolaq əgər saxlayırdısa, belə deyək, buna parklanma demək olardısa, avtomobillər artıq bu imkan yoxdur və ümumiyyətlə şəhərdə bu qədər bir yer yoxdur ki, avtomobillər orada saxlasın. Əsasən də şəhərin mərkəzi hissəsi nə qədər də biz parklama yeri yaratsaq da kifayət eləmir. Çox sağ olun, təşəkkür edirəm hər ikinizə. Vaxt ayırdınız, gəldiniz, suallarımıza cavablandırdınız. Düşünürəm ki, faydalı müzakirə oldu. Sağ olun, sağlıqla qalın.